Salam. Bugün ilk baxışda çox qəribə görünən, hətta birbaşa ziddiyyət kimi səslənən bir məsələnin dərinliyinə enirik. Hə, çox qarışıq görünən bir mövzudur. Bəli, söhbət İsa Məsihin soy ağacından gedir. Məsələ burasındadır ki, İncilin iki fərqli kitabında onun üçün iki tamamilə fərqli şəcərə verilib. Biri Matta'da, digəri isə Luka'da. Matta deyir ki, o, Padşah Davudun məşhur oğlu Süleymandan gəlir, yəni birbaşa kral xəttindən. Amma Luka tamamilə başqa bir hekayə danışır. Onun nəslini Davudun o qədər də tanınmayan başqa bir oğluna Natana bağlayır. Bəli. Yaxşı, sual da elə budur. Bir adam eyni vaxtda necə iki fərqli nəsildən gələ bilər axı? Bu sadəcə bir səhvdir, yoxsa burada bizim, ilk baxışda görmədiyimiz daha dərin bir məsələ var? Tamamilə doğru vurğuladın. Bu sanki bir tapmacaya bənzəyir. Gəl bugün bir növ tarixi detektiv işi aparaq və bu genealoji tapmacanı addım-addım açaq. Və bu tapmacanın cavabı əslində hüquqi statusla bioloji mənşə arasındakı fərqi anlamaqdan keçir. Baxın, bir tərəfdə taxta olan qanuni bir iddia var, digər tərəfdə isə birbaşa qan bağlılığı. Aha. Əslində bu iki siyahı bir-birini təqzib etmək üçün deyil, tam əksinə bir-birini tamamlamaq və daha bütöv, daha möhkəm bir mənzərə yaratmaq üçün var. Yaxşı, detallara keçməzdən əvvəl gəl bir anlıq dayanaq. Bəlkə də müasir insan üçün bu o qədər də aydın deyil. Niyə ümumiyyətlə bu soy ağacları bu qədər vacib idi? Yəni, birinin ulu babasının kim olması, niyə bu qədər prinsipial bir məsələ idi o dövrdə? Çox yaxşı sualdır, çünki bu bütün müzakirənin təməlidir. Bilirsiniz, qədim Yəhudi mədəniyyətində, xüsusilə də Məsihlə bağlı gözləntilərdə soykök hər şey deməkdir. Yəni sadəcə kimin nəslindən olmaq deyil. Qətiyyən. Bu, kimlik, miras və ən əsası legitimlik, yəni qanunilik məsələsi idi. Məsihlə bağlı yüzlərlə il əvvəldən verilən peyğəmbərliklərin ən birincisi, ən müzakirəyə açıq olmayan şərti onun Davudun nəslindən olmasıydı. Deməli, bu ilkin şərtdir. Bəli. Əgər kimsə Məsih olduğunu iddia edirdisə, amma Davudun nəslindən olduğunu sübut edə bilmirdisə, söhbət elə oradaca bitirdi. Bu sanki prezident seçkilərinə qatılmaq üçün vətəndaşlıq şərti kimidir. Yoxdursa, başqa heç nəyin əhəmiyyəti qalmır. Çox maraqlıdır. Ona görə də həm Matta, həm də Luka öz hekayələrinə məhz bu məsələ ilə başlayırlar. Ay sağ ol. Onlar əvvəlcə, belə deyək də, qapıdan keçmək üçün ən vacib bileti göstərirlər. Deməli, bu Məsihlik iddiasının təməl daşıdır. Yaxşı, onda gəl birinci yoxlayaq Mattanın təqdim etdiyi soy ağacını. O bizə birbaşa kral xəttini, yəni Süleyman nəslini göstərir. Bu ilk baxışdan çox məntiqli səslənir. Məsih padşahdırsa, deməli, padşahlar nəslindən gəlməlidir. Bəli, Matta məhz bu mesajı vermək istəyir. O, əsasən Yəhudi auditoriyası üçün yazırdı və onlar üçün padşah obrazı həlledici idi. O, İsa'nın ögey atası Yusifin şəcərəsini verir və bu xətt birbaşa Davudun taxtının varisi olan Süleymana gedib çıxır. Aha. Bununla Matta deyir ki, baxın, bu şəxs Davudun taxtına tam qanuni sahibdir. O dövrün qaydalarına görə hüquqi varislik ata xətti ilə ötürülürdü, ona görə də Yusifin soy ağacı İsa'nın hüquqi statusunu müəyyən edirdi. İbrahim İsağı törətdi, İsaq Yaqubu törətdi və beləcə davam edir. Amma siyahının sonuna, tam da İsa'nın adına çatanda bu formula qəfildən pozulur. Yusif İsa'nı törətdi deyilmir. Əvəzində yazılır ki, Yaqub Məryəmin əri Yusifin atası oldu, İsa da bu Məryəmdən doğuldu. Bütün zəncirdə yeganə fərqli ifadə budur. Niyə? Bu, təsadüfi bir şey ola bilməz axı. Yox, qətiyyən təsadüf deyil. Bu, əslində, bütün hekayənin açarıdır. Bu, genealoji formulun şuurlu, məqsədli şəkildə pozulmasıdır. Əsrlər boyu davam edən o ata-oğlu törətdi zənciri İsa'nın adı çəkiləndə qırılır və vurğu atadan anaya keçir. Yusifdən Məryəmə. Çox maraqlıdır. Matta bununla çox vacib bir teoloji həqiqəti vuruluyur. Bakirə doğumunu. O çox incə bir şəkildə deyir ki, bəli, İsa hüquqi olaraq Yusifin oğludur, onun ailəsinə aiddir. Amma bioloji olaraq ondan törəməyib. Yəni, o Yusifin qanla deyil, qanunla oğludur. Aha. Və indi görəcəyik ki, bu kiçik, cəmi bir neçə kəlməlik fərq
əslində nə qədər böyük bir problemi həll edir. Bir dəqiqə dayan. Sən deyirsən ki, padşahların xəttində bir problem var idi. Mən elə bilirdim ki, bu ən ideal, ən şərəfli xəttdir. Nə problem ola bilərdi ki orada? Problem həm də çox ciddi bir problem var idi. Bax, elə hekayəni detektiv janrına çevirən məqam da budur. Süleymanın nəslindən olan padşahlardan biri, Yexoniya adlı bir hökmdar, o qədər pis işlər görmüşdü ki, Yeremiya peyğəmbərin kitabında onun haqqında birbaşa ilahi lənət elan olunur. Lənət? Bəli, lənət və lənət də çox konkret idi. Onun nəslindən heç kim bir daha Davudun taxtında oturub hökmranlıq etməyəcək. Şahlıq xətti də Yexoniyadan keçirdiysə, o lənətli bir nəsildən necə gələ bilərdi? Düzdür. Bu birbaşa çıxılmaz vəziyyətdir. Sanki eyni anda həm Davudun varisi olmalısan, həm də olmamalısan. Tamamilə doğrudur. Əgər İsa Yusifin bioloji, yəni qanla oğlu olsaydı, o Yexoniyanın qanını daşıyacaqdı və bu lənətin birbaşa altına düşəcəkdi. Vəssalam, Məsih ola bilməzdi. Bəli, bu halda o Davudun taxtına olan iddiasını itirmiş olardı. Məhz bu nöqtədə Mattanın qeyd etdiyi o incə ifadə fərqi, İsa da bu Məryəmdən doğuldu, bir növ ilahi hüquqi manevr rolunu oynayır. Bu, sanki bütün sistemi qısa qapanmadan xilas edən bir açardır. İsa Yusifin övladlığa götürülmüş oğlu olduğu üçün taxta olan hüquqi iddianı ondan miras alır, amma onun bioloji törəməsi olmadığı üçün Yexoniyanın qan lənətindən, belə deyək də, yan keçmiş olur. Aha, indi aydın oldu. Deməli, Mattadakı o qəribə cümlə təkcə bakirə doğumuna bir işarə deyilmiş. Bu həm də bütün bir lənət tapmacasından yayınmaq üçün hüquqi bir açar imiş. Bu həqiqətən heyrətamiz detaldır. Bəli. Deməli, Matta bizə hüquqi, amma lənətə görə bioloji cəhətdən dalana dirənmiş bir xətt göstərir. Bu beynimdə başqa bir sual yaradır. Yaxşı, bəs o zaman Lukanın təqdim etdiyi tamamilə fərqli görünən o ikinci siyahı nədir? O, bu tapmacanın hansı hissəsini həll edir? Məhz bu, tapmacanın ikinci, tamamlayıcı hissəsidir. Əgər Matta hüquqi tərəfi həll etdisə, Luka bioloji tərəfi həll edir. Necə yəni? Əksər ilahiyyatçılar Lukanın təqdim etdiyi soy ağacının əslində İsa'nın anası Məryəmin şəcərəsi olduğu qənaətindədir. Yaxşı, amma bunu haradan bilirik? Çünki Luka da siyahıda Yusifin adını çəkir axı. Deyir ki, İsa insanların zənn etdiyi kimi Yusifin oğluydu. Yusif də İlinin oğluydu. Orada bir neçə çox vacib ipucu var. Birincisi, elə sənin dediyin o ifadə. İnsanların zənn etdiyi kimi. Hə, bu ifadə maraqlıdır. Luka bununla çox nəzakətli bir şəkildə deyir ki, ictimaiyyət onu Yusifin oğlu kimi tanıyırdı. Amma əsl həqiqət bu deyildi. İkinci və ən vacib ipucu isə adlardadır. Matta Yusifin atasının adını Yaqub, Luka isə İli olaraq qeyd edir. Bəli, bu ziddiyyət kimi görünür. İlk baxışda elədir, amma əslində açar buradadır. O dövrün Yahudi adətlərinə görə, əgər bir kişinin oğlu yox idisə, onun mirası və soyxətti qızı vasitəsilə kürəkəninə keçə bilərdi. Yəni kürəkən oğul sayılırdı. Bəli, bu halda kürəkən qaynatasının oğlu kimi qeyd olunurdu. Beləliklə, ən geniş yayılmış izaha görə, Yaqub Yusifin bioloji atasıdır, Matta dediyi kimi. İli isə Məryəmin atası, yəni Yusifin qaynatasıdır, Luka dediyi kimi. Deməli, Luka, Yusif İlinin oğlu deyəndə əslində Yusif İlinin kürəkəni demək istəyir. Tamamilə. Və bununla da Məryəmin, yəni əsl qan xəttinin izinə düşür. Gözlə bir dəqiqə, bu izah biri qaynatasıdır, ona görə adı belə çəkilir, biraz çox rahat həll yolu kimi səslənmir. Yəni, bu sonradan uydurulmuş bir izah ola bilməz ki, bu açıq-aşkar ziddiyyəti aradan qaldırsınlar. Bu şübhə çox normaldır. Amma məsələnin mədəni kontekstini nəzərə alanda izah olduqca məntiqli görünür. Qədim Yahudi genealoji qeydlərində bu cür hallar var idi. Onlar üçün əsas olan nəslin davamlılığı idi. İstər birbaşa oğul, istərsə də kürəkən vasitəsilə. Üstəlik, düşünmək lazımdır ki, həm Matta, həm də Luka öz əsərlərini hadisələrin canlı şahidlərinin olduğu bir dövrdə yazıblar. Yəni, səhv etsəydilər dərhal bilinərdi. Əlbəttə. Əgər onlar Məryəmin və ya Yusifin atası kimi hamının bildiyi bir şəxsin adını səhv yazsaydılar, bu onların bütün hekayəsini dərhal etibarsız edərdi. Belə kübut səhvə yol vermələri ağla batan deyil. Düzdür, Gəməri Lukanın təqdim etdiyi Məryəmin soy ağacıdır və bu xəttdə Davuda gedib çıxır. Amma bu dəfə Süleymanla deyil, onun qardaşı Natan vasitəsilə. Yaxşı, bəs Natan kimdir? Niyə onun xətti bu qədər vacibdir? Bəli, Natan da Davudun Batşevadan olan oğlu, yəni Süleymanın doğma qardaşı idi.
Amma taxt-tac Süleymana keçdi və Natanın nəsli Karal xəttindən kənarda qaldı. Və məhz bu onların ən böyük üstünlüyü oldu. Necə yəni? Onlar saray intriqalarından, hakimiyyət uğrunda gedən o qanlı mübarizələrdən və ən əsası Lənətdən uzaq qaldılar. Ay sağ ol, sonradan Süleymanın nəslin üzərinə gələn o lənətdən uzaq qaldılar. Elə bil ki, Allah Məsihin təmiz, lənətsiz qan xəttini bir növ ehtiyat plan kimi tarixin bu sakit, kölgədə qalan qolu vasitəsilə qoruyub saxlamışdı. Məryəm məhz bu təmiz, lənətsiz, birbaşa bioloji xəttdən gəlirdi. İnanılmazdı. Deməli, əlimizdə iki fərqli şəcərə var. Biri hüquqi, padşahlıq iddiası olan, amma lənətli bir xətt. Bəli. Digəri isə bioloji, təmiz, lənətsiz, amma birbaşa taxt iddiası olmayan bir xətt. Bəs bu iki hissə bir-birini necə tamamlayır? Son mənzərə necə alınır? Gəl belə təsəvvür edək, elə bil ki, çox vacib bir xəzinə sandığı var və onu açmaq üçün iki tamamilə fərqli açar lazımdır. Biri olmadan digəri işə yaramır. Aha, Bax, İsa'nın Məsih olaraq bütün şərtlərə cavab verməsi üçün də iki açar lazım idi. Birincisi, Davudun taxtına olan hüquqi iddia. Bu açarı ona ögey atası Yusif verir, Süleymanın kral xətti ilə. yaxşı. İkincisi isə Davudun nəslindən olan bioloji, qan bağlılığı. Bu açarı da ona anası Məryəm verir, Natanın təmiz, lənətsiz xətti ilə. Deməli, o həm Davudun qanından olur, həm də onun taxtının qanuni varisi. Tamamilə. Beləliklə, hər iki şərtdə mükəmməl şəkildə yerinə yetirilir. Yəni, bu iki müəllif, Matta və Luka, fərqli hekayələr danışmaqla əslində bir-biriləri ilə rəqabət aparmırlarmış. Onlar sanki eyni medalyonun iki fərqli üzünü göstərirlərmiş. Dəqiq olaraq. Və bu, bizi daha dərin bir məqama gətirib çıxarır. Onların məqsədləri fərqli idi. Matta, dediyimiz kimi, Yahudilər üçün yazırdı. Onun üçün əsas məsələ İsa'nın Yahudilərin çoxdan gözlədiyi padşah, Məsih olduğunu sübut etmək idi. Buna görə də İbrahimdən başlayır. Bəli, ona görə soy ağacına Yahudi millətinin atası sayılan İbrahimdən başlayır və birbaşa kral xəttinə fokuslanır. Lukanın məqsədi isə daha qlobal idi. O, bütün bəşəriyyət üçün yazırdı. Aha, Onun üçün İsa təkcə Yahudilərin yox, bütün dünyanın xilaskarı idi. Buna görə də Luka soy ağacını İbrahimdə dayandırmır, daha da geriyə gedir. Ta ki, bütün bəşəriyyətin atası olan Adəmə qədər. yəni o demək istəyir ki, İsa təkcə bir millətə deyil, hər bir insana aiddir. Ay sağ ol. Onun fokusu padşahlıqdan çox, İsa'nın insanlığı və bütün bəşəriyyətlə olan qan bağlılığıdır. Belə çıxır ki, əsrlər əvvəl Davudun iki oğlu ilə bir-birindən ayrılmış iki fərqli soy xətti sanki tarixin böyük bir qövsü ilə bir şəxsdə yenidən birləşdirilib. Biri ona qanla bağlılıq haqqını, digəri isə taxta olan hüquqi iddianı verir. Bu, bir növ ilahi şahmat oyununa bənzəyir. Hər bir gediş 100 illər əvvəldən hesablanıb. İlahi şahmat oyunu yaxşı bənzətmədir. Hər iki şəcərə də doğrudur və hər ikisi də vacibdir. Biri olmadan digəri natamam olardı. Yalnız Süleymanın xətti olsaydı, lənət problemi həll olunmazdı. Yalnız Natanın xətti olsaydı, taxta olan birbaşa hüquqi iddia zəif olardı. Amma ikisi birlikdə İsa'nın həm Davudun oğlu, yəni bioloji mənada, həm də Davudun padşahı, hüquqi mənada, olmaq üçün bütün şərtlərə cavab verdiyini göstərir. Yəni, başlanğıcda bizə sadəcə bir səhv, bir ziddiyyət kimi görünən şey, əslində inanılmaz dərinlikdə bir teoloji problemin çox zərif və qat-qatlı bir həlli imiş. Mənbələr əslində bir-birini təqzib etmir. Sadəcə fərqli hekayələri, fərqli hüquqi və bioloji həqiqətləri danışırlar. Və birlikdə daha bütöv bir tablo yaradırlar. Bu isə ortaya daha geniş bir sual çıxarır. Necə bir sual? Bu hadisə göstərir ki, bəzən bizə ziddiyyətli görünən fərqli baxış bucaqları, məsələn, Mattanın padşahlığa, Lukanın isə insanlığa fokuslanması əslində bir-birini inkar etmir. Əksinə, həqiqətin daha tam, daha zəngin bir mənzərəsini yaratmağa xidmət edə bilər. Hər iki perspektivdə dəyərlidir və birlikdə hekayəni daha da dərinləşdirir. Elədir. Və bu dərin araşdırmanın sonunda sizin üçün də bir düşüncə toxumu buraxmaq istəyərdik. Hüquqi irsin və bioloji irsin bu qədər incə şəkildə bir-birinə hörülməsi, təkcə bu teoloji kontekstlə kənarda da bizə nə isə deyir. Hə, bu maraqlı fikirdir. Bizi insan olaraq, şəxsiyyət olaraq nə daha çox müəyyən edir? Qanla, DNT ilə bizə ötürülən mirasımız,
Yoxsa qanunla, cəmiyyətin qaydaları ilə qəbul etdiyimiz statusumuz, məsələn, övladlıq götürməyimiz, vətəndaşlığımız, hansı irs bizim kimliyimizi və taleyimizi daha çox formalaşdırır? Bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.